Hə, həmişə təmizlikdə qardaş. Usta kaç dokun maşına qalıb. Bir dənə tez götürüm gəlim də. Ha, götür də qardaş, götür. Gəl qardaş, gəl. Ha, Nati, ona fikir var ha. Ona sən üzündən düzəməlli adam oxşamırdı. Tülkülü yağırdı, heç inanmıram o pulu da gəldi. Belələri çoxdur. İndiki zamanədə maşinliklərin də sayı artıb gündən-günə. Elə çatana pul atır, nəm usta pulum evdə qalıb, maşınında qalıb. Qardaş, saçlarını da kəsdirirlər, adama atış gəlirlər. Bu maşinliklər də konkret. Usta pulu gətirdin. Bu 100 manatdan çıxarsan da ikimizin də pulu. İkimizin də pulun ya qardaş. Ha, qardaşımdır da ikimizin də pulu. Qardaşsınız siz? Ha, Doğma qardaş? ha, Bir evdə qalırsınız? ha. Çoxdan qardaşsınız? Böyle da 25 ildir.